Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Mərkəzi Seçki Komissiyasının təzədən formalaşması yeni dövrdə mühüm hüquqi siyasi hadisədir. 90-cı illərdə torpaqlarımızın işğala məruz qaldığı və hakimiyyət institutlarının böhran vəziyyətinə düşdüyü ağır zamanlarda seçki institutların fəaliyyətinin təşkili milli dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 95-ci ildə yeni konstitusiyanın qəbulu ilə Ulu Öndər Heydər Əliyev xaosdan hüquqi dövlətə keçidi təmin etdi. Qarabağ dalğasında siyasi meydanlara çıxan və torpaqlarımızın itirilməsində müəyyən məsuliyyət daşıyan qüvvələri sivil mübarizəyə gətirməyə nail oldu. Nəticədə silahlı hakimiyyət çevrilişi cəhdləri iflasa uğradı. Xalqımızın azad və ədalətli şəkildə iradəsini ifadə edən güclü seçki institutlarının yaradılması, Cümhuriyyət və Sovetlərdən sonra milli dövlətçiliyimizi kənardan diktə etmək formulu onun qarşısı alındı. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə tüğyan eləyən qanunsuz hərbi birləşmələr, kriminal silahlı qruplar və xarici kəşfiyyat orqanlarına xidmət edən siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi dövlət institutlarını iflic etmişdi. Məhz belə qanunsuzluq şəraitində legitim dövlət hakimiyyət orqanlarını qurmaq üçün MSK-nın düzgün təməllər üzərində formalaşması, siyasi sabitliyin təmin olunması və dağıdıcı qüvvələrin qarşısının alınmasında mühüm rol oynadı. Xüsusilə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə demokratiya adı altında irəli sürülən, lakin xarici dövlətlərin üsul idarəsinin idxalına, siyasi maraqlarına uyğun qüvvələri hakimiyyətə gətirməyə xidmət edən kənar müdaxilələrə son qoyuldu. Yaxşı xatırlayırıq, 98-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyev seçkilərdə bütün siyasi qüvvələrə bərabər imkanlar yaratmaq, seçki institutlarının yalnız hüquqi deyil, həm də siyasi baxımdan etimad qazanması üçün əsas müxalif partiya rəhbərlərinə birbaşa və açıq müraciət etdi. Belə qətiyyətli addım cəmi 5 il əvvəl hakimiyyət böhranı nəticəsində iqtidarı tərk edən qüvvələri sivil və bərabər hüquqlu mübarizəyə çağırmaq yalnız xalqın güclü dəstəyinə arxalanan liderə məxsus ola bilərdi. Ulu Öndərin ali məqsədi millətimizin iradəsinin azad, ədalətli və şəffaf şəkildə nümayişini təmin edən mexanizmi bütün tərəflərin qəbul etməsi idi. Lakin 2000-ci illərin əvvəllərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, xüsusilə emissar Gerard Studmanın seçki komissiyası üzvlərinin 2/3-nin səsinin bir siyasi qüvvədən asılı olmamasını nəzərdə tutan, zahirən paritet, lakin mahiyyətcə seçki sistemini və beləliklə dövlət hakimiyyət orqanlarının formalaşmasını mümkünsüz eləyən məkirli plan irəli sürüldü. Belə bir strukturda qərar qəbul eləmək və konsensus tapmaq qeyri-mümkündür. Azərbaycan öz seçki institutlarını xarici siyasi mərkəzlərin gizli planlarından, inqilabi senarilərindən qorunmaq üçün daha güclü və işlək model tapmağı bacardı. 2003-cü ildən sonra qəbul edilən qərarlar və hüquqi tədbirlər, aparılan islahatlar seçki sistemini daha dayanıqlı, idarə olunan və milli maraqları qətiyyətlə müdafiə edən bir səviyyəyə çatdırdı. Əvəzində ATƏT-in Demokratiya İnstitutunun, faktiki Minsk qrupunun və Venesiya Komissiyasının göstərdiyi yolla gedən Ukrayna və Gürcistan kimi ölkələrin nəinki ağır dövlətçilik böhranları ilə üz-üzə qaldılar, üstəlik daha böyük müharibələrə və qlobal savaşlara cəlb olundular. Azərbaycan milli mənafelərə uyğun yol seçərək təhlükəli modellərin tətbiqindən imtina elədi və institusional böhranların qarşısını aldı. Brüsseldən və Strasburgdan hakimiyyət formalaşdırmaq əslində torpaqlarımızın işğal altında saxlanması deməkdir. Zaman göstərdi ki, Vətən müharibəsində qələbəmizə aparan güclü lider İlham Əliyevin xalqın iradəsi ilə prezident seçkilərindəki qələbələri ən düzgün, ədalətli yol oldu və seçkilərdəki qalibiyyət millətimizə Qarabağ zəfərini bəxş elədi. Ölkəmizə Strasburg demokratiyasını təklif edənlər və millətimizin səsini tanımayanlar faktiki torpaqlarımızın işğalçıları ilə eyni yerdə məğlub oldular. Əlbəttə, seçkilər geniş miqyaslı və rəqabətli bir prosesdir. Ümumxalq kampaniyalarında milyonlarla seçici, minlərlə namizəd və onlarla partiya iştirak edir. Yekunda siyasi məğlub tərəfin əks rəyləri və etirazları başa düşüləndir. Lakin hüquqi və qanuni yoldan çıxmağa əsla əsas yoxdur. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Azərbaycanın bütün coğrafiyasında hakimiyyət institutlarının formalaşması və azad torpaqlarda seçkilərin keçirilməsi seçki institutlarımızın da qələbəsidir. Prezident İlham Əliyevin suverenliyimizin paytaxtı Xankəndində 24-cü ilin fevralında səs verməklə uzun illər ərazimizdə ikinci separatçı rejim, iki parlament və digər paralel hakimiyyət institutlarına son qoyulduğunu da dünyaya nümayiş etdirdi. Yekunda
Beynəlxalq təhlükəsizlik sisteminin çöktüyü bir şəraitdə Azərbaycan dövləti seçkin üslarına və millətimizin mənafələrinə xidmət edən komissiya üzvlərinə yenidən etimad göstərməklə siyasi prinsiplərində ardıcıl olduğunu sübut eləyir. Ona görə də Milli Məclisin müstəqil deputatları irəli sürülən namizədlərə müsbət səs verəcəkdir. Sağ olun.